أنا مسلم وأقولها ملء الفؤاد وفي حنايا الأضلع. أنا مسلم بيني وبين الله. بسم الله الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Kitab-ı Tevhid 11. bab. Allah'tan başkasına qurban kəsilən yerdə Allaha qurban kəsilməz. Müəllif rahimahullah belə bir başlıq açıb və dəlilləri zikr edir. Deyir ki, uca Allah buyurur: La taqum fihi abada, la masjidun usissa alat-taqwa. Min evveli yevmin ehakku en tequme fihi. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid əlbəttə içində namaz qılmağın üçün daha layiqdir. Ət-Təvbə surəsi 108-ci ayət. Digər bir dəlili isə Əbu Davud 3313-cü hədis, Ət-Təbəranidə Əl-Kəbir əsərində 13414-cü. Hədisdə belə buyurulmaqdadır. Ən Səbit bin Dəhhaq radiyallahu anhu qala: Nəzərə rəculun əyyənhərə ibilan bibuvanətə fəsə'ələn nəbiyyə sallallahu aleyhi və səlləmə fəqalə: Həl kənə fiyhə vətənun min əvthənil cahiliyyəti yu'bədu? Qalu la. Qalə fəhəl kənə fiyhə idun min a'yadihim? Qalu la. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləmə: أوفي بنذرك فإنه لا وفع لنذر في معصية الله ولا فيما لا يملك ابن آدم. Sabit İbn Dəhhaq radiyallahu anhu rivayet edir ki, bir kişi büvanə deyilən yerdə dəvə qurban kəsməyi nəzir demişdi. O bu haqda Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən soruşdu. Resulullah sallallahu aleyhi və səlləm dedi ki, orada cahiliyyə bütlərindən ibadət edilən bir büt olubmu? Onlar xeyr dedilər. O dedi, bəs orada onların bayramlarından bir bayram keçirdilirmi? Onlar xeyr dedilər. Resulullah sallallahu aleyhi və səlləm buyurdu: Nəzrini yerinə yetir. Şübhəsiz ki, nə Allaha asilikdə, nə də Adəm övladının sahib olmadığı bir şeydə nəzir yerinə yetirilməz. Əbu Davud rivayet etmişdir. İsnadı Əl-Buxari və Müslimin şərtlərinə də uyğundur. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyh.